Əziz qoçlar, bu həftə özünüzü daha yaxşı hiss edəcəksiniz. Çünki Saturn qoç bölcünə keçid edir. Məsuliyyətlərdən qaçmamalı, tələsmədən planları həyata keçirməlisiniz. Bu həftə səbirli və anlayışlı olmağa çalışın. Əziz boğalar, bu həftə ulduzlar sizə maddi məsələlərdə diqqətli olmağı tövsiyə edir. Lazımsız xərclərdən qaçın, daha məsuliyyətli olmağa çalışın. Əziz əkizlər, bu həftə münasibətlərdə gərginlik yarana bilər. Ona görə diqqətli olmağınızda fayda var. Qərar vermədən əvvəl yaxşıca düşünün. Əziz xərçənglər, bu həftə keçmiş məsələlər gündəmə gələ bilər. Sağlamlığınıza diqqət edin, özünüzü çox yormayın, qayğınıza mütləq qalın. Əziz şirlər, bu həftə karyeranız ön planda olacaq. Bacarıqlarınızı üzə çıxarmaq üçün uğurlu zamandır. Yeni dostlar, yeni layihələr qurula bilər. Ailədə gərginlik ola bilər. Diqqətli olun. Əziz qızlar, bu həftə karyeranızda dəyişikliklər gözlənilir. Vəzifə artımı ola, yeni iş təklifi ala bilərsiniz. Ön planda olacağınız bir həftə olacaq. Əziz tərəzilər, bu həftə maksimum məsuliyyətli olun, səbirli və ağıllı davranın. Yeni kursa yazıla, özünüzü inkişaf etdirə bilərsiniz. Əziz əqrəblər, bu həftə maddi sıxıntı yaşaya bilərsiniz. Ani gəlir və ani xərclərlə qarşılaşmağınız mümkündür. Yalnız qalmaq istəyə, partnyorunuzla əlaqələri korlaya bilərsiniz. Əziz oxatanlar, bu həftə səyahətlər, yeni tanışlıqlar gündəmdədir. Ailə içi problemlər olsa da həll edəcəksiniz. Əziz oğlaqlar, bu həftə karyeranıza və şəxsi inkişafınıza yönəlin. Uğurlu bir həftə sizi gözləyir. Vəzifə artımı ola bilər. Əziz dolçalar, bu həftəni yaradıcılığa həsr edin. Subay dolçalar yeni tanışlıqlar qura bilər. Möhkəm dostluqlar qurmaq üçün uğurlu həftədir. Əziz balıqlar, bu həftəni ailənizə həsr edib dincəlin. Əsəblərinizi sakit saxlamaq və sözlərinizə diqqət etməyiniz faydalı olacaq. Keçmişi buraxın, irəliyə baxın.